Salam əziz izləyicilər, mən bu günləri sizə haqlı ikən haqsız duruma düşməkdən bəhs edəcəm. Hansı vəziyyətlərdə siz haqlı olarkən özünüzü haqsız vəziyyətə salırsınız? Deməli, adətən biz haqsız duruma və haqlı duruma düşməkdən nə vaxt bəhs edirik? Mübahisə vaxtı. Mübahisə niyə əgər siz yaradırsınızsa və daha çox bu çaxnaşmaya səbəb olursa, artıq siz haqsız duruma düşürsünüz. Yəni bir şey əgər sizin xoşunuza gəlmirsə, onu vaxtında kiçik, yəni olarkən qarşı tərəfə bildirmək lazımdır. Əgər onu vaxtında bildirməsəz, o yığılır və daha böyük bir hala gəlir. Çünki artıq qarşı tərəfin daha çox üstünə getmiş olacaqsınız da bunda. Onda da qarşı tərəf istər-istəməz sizi mübahisə yaradan biri kimi qələmə verəcək. Məhz buna görə də siz haqsız vəziyyətə düşəcəksiniz. Vaxtında problem xırda olarkən onu bildirməyə çalışın. Həmçinin haqsız vəziyyətə nə vaxt həm də düşürsünüz? Bir xırda problem oldu və yaxud da həmin anda problem oldu. Sonradan onu siz deyirsiniz o adama. Məsələn, həqiqətdə problem oldu, amma siz gəldiniz telefondan ona yazdınız. Və yaxud sabahlarım dediniz ki, hə, sən belə elədin, mənim xoşuma gəlmədi. Çünki qarşı tərəf burada sizi zəif olaraq qəbul eləyəcək. Digər bir amil isə sizin ətrafınızda sizi anlamayan insanların olmasıdır. Yəni həm bu iş yerinə aiddir, həm münasibətlərə aid ola bilər, hər şeyə aid ola bilər. Və sizin istər-istəməz ətrafınızda anlamayanda və yaxud xarakterləriniz üst-üstə düşməyəndə o haqsız vəziyyətə düşürdülməyiniz daha asan bir hal olur. Yəni deyərdim ki, buna görə özünüzü günahlandırmayın. Yəni bu ətrafınızdakı insanlarla da bağlı ola bilər. Dediyim kimi, ətrafınızda sizi əgər anlamırlarsa və yaxud xarakterləri yaxşı deyilsə, siz haqsız vəziyyətə düşürülə bilərsiniz. Əsası isə bundan ibarətdir ki, sizin öz haqlarınızı müdafiə eləməyiniz. Siz nə qədər öz haqlarınızı müdafiə eləsəz, öz dəyərinizi qarşı tərəfə bildirirsəz, heç kim sizin haqlarınızı tapdalamaz. Yəni heç kimin haqqı olmaz buna. Və eyni zamanda öz dəyərinizi, özünüzü yaxşı tanıyıb qarşı tərəfə də bunu sübut eləsəz. Yəni məndən bu qədər. Sağ olun, özünüzə yaxşı baxın. Videonu bəyənib abunə olmağı unutmayın.